Tehlikeli yükler daşıttınız mı, daşıysınız mı? Tehlikeli yükler bu arada kim ne bilir? Yani partiyerler. Necə? Partiyerler zəhərləndə olabilir. Evet. Azot tərkibi. Demek daşınma zamanı, saxlanılma zamanı canlı orqanizmləri, təkcə insanlara deyil, həm digər canlı orqanizmlərə bu və digər dərəcədə təhlükə yarada bilən məhsullara, yüklərə ümumilikdə təhlükəli yüklər deyilir. Təhlükəli yüklərin nəqliyyat logistikası nəyini öyrənir? Onların daşınma qaydasını öyrənir. Bu daşınma qaydaları isə beynəlxalq qanunvericilik və eyni zamanda hər bir ölkənin milli qanunvericiliyi ilə tənzimlənir, nizamlanır. Beynəlxalq təhlükəli yüklərin daşınmasına da beynəlxalq qanunvericilik belə bir qanunlar toplusu var. Transport of Dangerous Goods BMT tərəfindən hazırlanan təhlükəli yüklərin daşınmasına dair qaydalar toplusudur. Bunun istinad olunaraq təhlükəli yüklərin avtomobil yolu ilə, dəniz yolu ilə, hava yolu ilə və dəmir yolu ilə daşınmasına dair xüsusi qaydalar, sazişlər və konvensiyalar vardır. Və həmin o qaydalar, konvensiyalara istinad olunaraq hər bir ölkənin də öz milli qanunvericiliyi vardır. Ölkələrin milli qanunvericiliyi beynəlxalq qanunvericiliyə ziddiyyət təşkil etməməlidir. Əgər bu və digər dərəcədə hansısa bir maddədə ziddiyyət təşkil olunursa, o zaman beynəlxalq konvensiyaya əsas götürülür. Təhlükəli yüklərin quru yolu ilə, yəni avtomobil yolu ilə daşınma qaydaları beynəlxalq səviyyədə belə bir saziş var. Buna qısa formada ADR sazişi deyirlər. Tam açıqlaması isə belə gedir. Təhlükəli yüklərin beynəlxalq yollarla daşınmasına dair Avropa sazişi. Belə bir demək saziş var. Bu əsas sazişdir. Bu sazişə istinad olunaraq, bayaq dediyim kimi, hər bir ölkənin milli qanunvericiliyi də ola bilər. Növbəti təhlükəli yüklərin dəniz yolu ilə daşınma qaydaları IMG Code. Demək, International Maritime Dangerous Goods təhlükəli yüklərin dəniz yolu ilə daşınmasına dair qaydalar toplusu var. Təhlükəli yüklərin hava yolu ilə daşınma qaydaları isə demək, IATA Dangerous Goods Regulation, IATA adlı qeyri-hökumət təşkilatı var, International Air Traffic Association. Onun tərtib etdiyi DJI, yəni Dangerous Goods Regulations, təhlükəli yüklərin hava yolu ilə daşınması qaydaları toplusu var. Və təhlükəli yüklərin dəmir yolu ilə daşınma qaydaları isə International Regulation Concerning the Carriage of Dangerous Goods by Rail adlı qaydalar toplusu var. Yəni təhlükəli yüklərin dəmir yolu ilə daşınma qaydalarını nizamlayır. Təhlükəli yüklərin daşınması. Təhlükəli yüklərin demək, bir neçə bölgüsü vardır. Birinci bölgü onların fiziki kimyəvi xassələrinə görə olan bölgüdür. Bütün təhlükəli yüklər fiziki kimyəvi xassələrinə görə 9 qrupa bölünür. Yəni, maye halında olan təhlükəli yüklər bir qrupda cəmləşdirilir. Maye halında olan təhlükəli yük deyəndə nə ağlınıza gəlir? Məsələn, boya, kraska, spirt, benzin, xam neft, dizel yanacağı və s. Bunlar maye halında olan təhlükəli yüklərdir. Beləliklə, maye halında olan təhlükəli yüklər bir siniflə cəmləşdirilir. Qaz halında olan təhlükəli yüklər, sıxılmış qazlar və s. Bunlar bir siniflə cəmləşdirilir. Tərkibində turşu, qələvi olan təhlükəli yüklər başqa bir siniflə cəmləşdirilir. Beləliklə, bütün təhlükəli yüklər fərqi yoxdur. Hansı ölkədə istehsal olunur? Amerikada istehsal olunur, Türkiyədə istehsal olunur, Rusiyada istehsal olunur. Beynəlxalq razılaşmaya əsasən bütün təhlükəli yüklər 9 siniflə cəmləşdirilir. Və biz bu 9 sinifi sizinlə bir-bir öyrənəcəyik. Hansı yüklər, deyək ki, məsələn, maye halında olan yüklərin kateqoriyasındadır, hansı yüklər qaz halında olan yüklərin kateqoriyasındadır və s. Biz sizinlə bunu öyrənəcəyik. Digər bir təhlükəli yüklər barədə beynəlxalq razılaşma bundan ibarətdir ki, bütün təhlükəli yüklərin 4 rəqəmdən ibarət olan kodu vardır. Buna BMT tərəfindən təhlükəli yüklərə verilən kod deyilir. İngilizcə bu deyilir UN kod. Aklınıza gələn, eşitdiyiniz, bildiyiniz hər bir təhlükəli yükün UN kodu vardır. Məsələn, xam neftin bir UN kodu var, benzinin başqa bir UN kodu var. Bəli, keçəcəyik. Hava fişəngi bir UN kodu var, nə bilim, kraska, boya bir UN kodu var, spirt başqa bir UN kodu var, parfum bir UN kodu var və s. Biz sizinlə onlardan bəzilərini keçəcəyik. Beləliklə, təhlükəli yüklərin
bölgüsündə biz də öyrəndik. 9 sinifə bölünür. Fərqli yoxdur, hansı ölkədə istehsal olunmasından asılı olmayaraq və eyni zamanda bütün təhlükəli yüklərin 4 rəqəmdən ibarət olan demək UN kodlaşma sistemi vardır. Bundan başqa bütün təhlükəli yüklərin qablaşmasının üzərində və bəzən də məhsulun özü üzərində demək xüsusi işarələnmədən istifadə olunur. Biz sizinlə ümumi işarələnməni keçdik. Bunda isə sırf təhlükəli yüklərin demək qablaşmasının üzərində olan biz işarələrlə tanış olacağıq. Bayaq mən sizə qeyd eləmişdim ki, hər bir ölkənin milli qanunvericiliyi də var və mən burada həmin o qaydalarda qeyd eləmişəm. Məsələn, təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınma qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmişdir. Demək, siz məsələn Azərbaycan Respublikasında təhlükəli yüklərin quru yolu ilə daşınma qaydaları ilə daha ətraflı, daha geniş tanış olmaq istəyirsinizsə, bu qaydaları burada yazsaq çıxacaq. Və burada dəniz nəqliyyatı ilə daşınma qaydaları, dəmir yolu ilə daşınma qaydaları, təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınma qaydaları hamısını mən burada qeyd etmişəm. İndi isə biz o bölgü ilə tanış olaq. Ölkədə istehsal olunduğundan asılı olmayaraq, beynəlxalq razılaşmaya əsasən bu demək, işarələnmə sistemi bütün ölkələr üçün vahid bir formada tətbiq olunur. Məsələn, birinci sinifə aid olan təhlükəli yüklər, partlayıcı maddələr. Fərqi yoxdur, bu partlayıcı maddə Çində istehsal olunur, Türkiyədə istehsal olunur, Almaniyada istehsal olunur. Onların qablaşmasının üzərində və bəzi hallarda məhsulun özü üzərində rom formasında alt hissəsində bir yazılan və içərisi narıncı rəngdə olan belə bir işarədən istifadə olunur. Qablaşmasının üzərində bir daha təkrar edirəm və bəzi məhsulların öz üzərində də belə bir işarədən istifadə olunur. Gəlin baxaq görək birinci sinifə aid olan təhlükəli yüklər hansılardır? Bir neçəsini sizinlə keçək və onların yön kodu ilə tanış olaq. Məsələn, detonator. BMP kodu, yəni İngiliscə gəlir, yön kod 0029 və 0030. Siz Google-da da yazsaz, məsələn, yön kod 0029 və ya 0030 detonator çıxacaq. Partlayıcılardır, hava fişəkləridir, pirotexnik əşyalar və oyuncaqlar, silah şum patronlar, bomba, mina, raket, bengal kibriti və s. Bunlar hamısı demək birinci sinifə aid olan təhlükəli yüklərdir. Hər bir sinifin özünündə bir neçə alt sinifi ola bilər. Məsələn, birinci sinifə aid olan təhlükəli yüklər 6 alt sinifə bölünür. 1.1, 1.2, 1.3 və s. bu formada qeyd olunur. 1.1 məsələn, partlayış zamanı ani olaraq partlayan və bütün yükü əhatə edə bilən partlayıcılar və pirotexnik maddələr, əşyalar 1.1-ə aiddir. 1.2 kütləvi partlamayan, amma ümumilikdə partlaya bilən partlayıcılar və pirotexnik maddələr və yaxud da əşyalar 1.2-yə aiddir. 1.3-ə kütləvi partlamayan, amma yanğın və yüngül partlaya bilən maddələr, əşyalar 1.3-ə aiddir. Və s. Yəni, mən bunların hamısını qeyd eləmişəm. 1.1-ə hansılar aiddir, 1.2-yə, 1.3-ə və s. Bir daha qeyd edirəm ki, birinci sinifə aid olan təhlükəli yüklər 6 alt sinifə bölünür. İkinci siniflə tanış olaq. İkinci sinifdə qazlardır. Sıxılmış, mayyələşdirilmiş və ya təzyiqlə məhlula çevrilmiş bütün qazlar ikinci sinifə aiddir. Bu cürlə demək, məhsulların qablaşmasının üzərində, eyni zamanda məhsulun özü üzərində içərisi al-qırmızı rəngdə olan, altında 2 yazılan belə bir işarədən, rom formasında olan işarədən istifadə olunur. Və bu bizə bildirir ki, demək, ikinci sinifə aid olan təhlükəli yükdür. Bu sinifə aid olan məhsulları biz gündəlik məişətdə, gündəlik həyatımızda daha tez-tez rastımıza çıxır. Onlardan bir neçəsindən tanış olaq. Məsələn, alışqanlar, aerozollar,
hava tərəvətləndirici aerozollar. Vanna otaqlarında bizim istifadə etdiyimiz hava tərəvətləndirici aerozollar sıxılmış qazdır. Onlar ikinci sinifa aiddir, təhlükəli yük olaraq ikinci sinifa aiddir. Və yaxud da üzümüzü təmizləyərkən istifadə etdiyimiz tıraş yenə də sıxılmış qazdır, ikinci sinifa aiddir və s. Bu sinifə argon qazı, azot qazı, tıraş köpüyü, hava tərəvətləndirici aerozollar, sıxılmış qaz, soyuducular üçün, kondisionerlər üçün nəzərdə tutulmuş qazlar, yanğın söndürən balonlar, bəli, yanğın söndürən balonların özü də təhlükəli yük hesab olunur. Düzdür, yanğın söndürür, amma içərisində sıxılmış qaz var. Ona görə yanğın söndürən balonlar ikinci qrupa aid olan təhlükəli yük hesab olunur. Və onun yön kodu 1044. Məsələn, siz Google-da yazsaz, yön kod 1044, yanğın söndürən balonlar çıxacaq. Propilen, xlor, etilen, hidrogen sulfid və s. Bunlar hamısı ikinci qrupa aid olan təhlükəli yüklərdir. İkinci qrupa aid olan yüklər özü də 6 alt sinifə bölünür. Birinci sinifə aid olan yüklərdə olduğu kimi, ikinci qrupa aid olan təhlükəli yüklər də 6 alt sinifə bölünür. Gəlin bunlardan bir neçəsi ilə tanış olaq.